bir şey yadıma düşdü. Bəlkə də bir 15 il bundan qabaq oxumuşam Əllamə Cavad Amil ağanın kitabından. Allah hifz eləsin. Böyük şəxsiyyəti. Yazmış ki, birisi həccə müşərrəf olmuşduq, həcc ziyarətinə getmişdik. Həccdə idim. Bir İranlı cavandır, məni gördü, tanıdı. Gəldi, yaxınlaşdı, salam əleyk. Biraz belə mənə bir mətləb deyir, danışdı. Deyirdi ki, mən bu meyvə suyu satırlar İranda daha çoxdur, rast gəlinir. Meyvə suyu, işim budur, ticarətim budur. Meyvə suyu, yəni onun sokunu, şirəsini çəkirəm, bu cür satıram stəkanla və bu cürlə. Deyir, bunun içinə ki, o İranda bilirsiniz, o buz atırlar, görürsən, sərinmək üçün buz atırlar, o buzları da satırlar. Sübh məsələn mağazin açılmamışdan qabaq o buz gətirir, öz paylayır da, sübh tezdəndən hər mağazin bilir ki, nə qədər sifariş edib, qabağına qoyur, mağazin yəsi gəlib açır, sonra o buzları götürür, qoyur içəri. Deyir, bir dəfə gəldim, gördüm ki, bu buzu gətirib qoyublar, paylayıblar. Bu buz deyir, mən gözüm gördüm ki, buz yanır, od yanır. Çox təəccüb elədim. Ki, mən buzu görürəm ki, buz eyni atəşdir, oddur, yanır. Çox təəccüb elədim ki, bu nədir? Oturdum, deyir, öz ticarətimdə, öz bu işimdə ki, meyvə suyu satıram və içinə də buz atıram. Dəqiq bunu kökündən hesab kitab elədim ki, bu nə idi Allah Taala mənə göstərdi bunu. Deyir, gördüm ki, mən məsələn yazmışam ki, bir stəkan, məsələn fərz edək, alma soku, məsələn 5 tüməndir. Mən deyir, yazmışam cəmaata, menyuda yazmışam ki, bir stəkan alma soku 5 tüməndir. Amma mən o stəkanın məsələn biraz cüzi ağzından biraz yer qoyuram ki, içinə buzun da yeri olsun da, buzu atanda ora çəyin. Mən deyir, ora yazmamışam ki, buz da satıram. Diqqət edirsiniz. Onu gör nə qədər zərifdir ha. Məlumdur ki, paş cavan olub. Əhli muraqib olub, halal harama riayət edən olub ki, Allah bunu o gördüyü əməllərin bərzəxini göstərib, bərzəx gözü açılıb onun həqiqətini göstərib. Ki mən gördüm ki, mən haram qatıram özümə. Bir damcı buz atmaqla o stəkanı Allah Taala göstərir ki, oddur. Nə üçün? Çünki cəmaata yazmısan ki, orada bir stəkan alma soku yazmısan, alma şirəsi yazmısan. Yazmamısan ki, alma və buz satasan cəmaata. Mən ondan nəticə çıxartdım. Ondan sonra daha artıq o buzu cəmaatın öz ixtiyarında qoyur bir məsələ həll.